Kalsiumun bədəndə tükəndiyini hardan bilib? Gedib qan analizi verməliyəm, yoxsa müəyyən əlamətlərdən hiss eləyəcəm? Burada birinci səhv orada eləyirik ki, qan analizi verərkən bizdə qanımızda kalsium normal çıxır və biz buna aldanırıq və zənn eləyirik ki, hər şey qaydasındadır. Xeyr. Kalsium insan orqanizmində böyük işlər və funksiyalar görən makroelementlər sırasındadır. Və kalsiumun çatışmazlığı ilk öncə qida faktorundan başlayır. Niyə? Çünki biz gündəlik 21-ci əsr qidasından alırıq 300-400 mg kalsium, amma insan orqanizminin günlük tələbatı 800-1000 mg təşkil edir. Biz hər gün bədənə 400 veririk, sümüyə lazımdır 1000 mg. Bu əziliyi necə tamamlayır? Bəs bizim ürəyimiz necə işləyir hər gün dayanmadan? Biz necə fikirləşə bilirik? Biz necə yata bilirik? Biz necə bağırsaq fəaliyyətini davam elətdirə bilirik? Böbrək fəaliyyətini davam elətdirə bilirik? Burada böyük bir sual yaranır. Nə baş verir? Bizim kalsium depomuz sümüklərimizdir. Hər gün həmin sümüklərə lazım olan maddə getmədiyi təqdirdə, xüsusilə də qalxana bənzər vəziyyət, kalsium çox vacib lazım olduğuna görə birbaşa müraciət edir sümüyə. Sümükdən kalsiumu götürür və işini görür. Eynilə ürək əzələsi və digər orqanlarımızda. Və bu çatışmazlıq sümüklərdə yuyularaq daimi davam edir. Bizim ilk öncə yaddaşımız pozulur, sonra saçımız tökülür, arada bir başımız ağrıyır, arada bir unutqanlıq yaranır, sonra boyunda duzlaşma yaranır, əllərdə uyuşma çeymələr əmələ gəlir. Bu, indi danışdırsanız 12 yaşlı uşaqda belə yaranmış bir prosesdir. Həmin bu sümük xəstəlikləri artıq tədricən cavanlaşmağa doğru gedir. İndiki dövrdə isə həmin problem doğulan uşaqda belə başlayır. Niyə? Çünki ananın sümük skeletində normal kalsium yoxdur. Hamilə qadının kalsium tələbatı olur 1500 mg, ana bədənə vermir 1500 mg kalsiumu verir 300-400 mg. Uşaq da lazım olan maddələri götürə bilmir və avtomatik inkişafdan geri böyüməyə başlayır. Ana südü içmədisə, yenə proses daha da bərbad gedir. İndi siz özünüz düşünün. Biz bu zaman nə istifadə etməliyik? Əlbəttə ki, kalsium istifadə etməliyik. Bəs böyük bir sual yaranır, hansı kalsiumu hardan alaq, necə içək? Buna təbabətdə bir çox keçmişdə istifadə yönləri var. Kimisi küncü toxumu istifadə edir, kimisi yumurta qabına əzir verir, kimisi aptekdən gedir alır. Amma mən sizə bir şey deyim, bunların hamısı molekulyar kalsiumdur. İnsan bədəni onu hüceyrə səviyyəsinə keçməsi üçün ion halında qəbul edir və sümüyə sala bilir. Və təkcə kalsiumun sümüyə gedib çıxması üçün yuyulma prosesi çox asandır. Amma bədəndə qalan kalsiumun qayıdıb sümüyə getməsi üçün 12 dənə makroelement və mikroelementlərə ehtiyac var. Xüsusi fermentlərə ehtiyac var ki, o qayıda bilsin. Bunun üçün də bədəndə müəyyən qədər element sərfiyyatı gedir. Əgər biz həmin maddələri də bədənə veririksə, aydın məsələdir, kalsium olmayan adamın D vitamini də aşağı olur, B qrup vitaminləri də aşağı olur, dəmiri çatışmır və s. Bu hər situasiyada fərqlidir, hamıya aid deyil. Yəni, situasiyadan asılı olaraq sümüyə qayıtmayan kalsium həmin problemlərə, osteoxondroza, bəyin zəifləməsinə, bağırsaq fəaliyyətinin zəifləməsinə, böbrəklərin daşlaşmasına, yaşından asılı olmayaraq qanının qatılaşmağına, qanda xolesterin miqdarının artmasına, sümüklərdə yeyilmələrin, xırçıltıların, artroz, artrit əlamətlərinin yaranmasına gətirib çıxarır. İndi isə gəlin bu problemin qarşısını almaq üçün lazım olan kalsiumdan danışaq. Bu fermentasiya olunmuş kalsiumdur ki, yeganə həll yolu hesab olunur. Çünki həmin məhsul qida əlavəsidir. Bizim gündəlik rasionumuzda mütləq şəkildə olmalıdır. Biz nə qədər süd qatıqla qidalansaq da gündəlik kalsium tələbatımızı 400-dən yuxarı qaldıra bilmirik. Əgər qaldırmaq istəyiriksə, günə 11 litr süd içməliyik. Bəli, düz eşitdiniz. Niyə? Çünki insan orqanizminin gündəlik kalsium tələbatını ödəmək üçün keçmişin bir stəkan kalsiumu ona əvəz edirdisə, bugünkü dövrdə o 11 litr südə çevrilir. Bu da nə fiziki cəhətdən, nə anatomik cəhətdən mümkün deyil. Həm də tərkibini və mənşəyini bilmədiyimiz süd istifadə etməyinizi heç birinizə də məsləhət görməzdim. Əgər belə olduğu halda fermentasiya olunmuş kalsium bizim üçün məcburi ehtiyacdırsa, biz nə etməliyik? Rasionumuza təcili olaraq onu əlavə etməliyik. 4 növü var. Uşaqlar üçün, böyüklər üçün, metabolik proseslərdən, yəni şəkəri, zobu, prostatla bağlı, qadın orqanlarla bağlı şikayəti olanlar üçün və sırf beyni qidalandırıcı iyonlaşmış kalsiumun 4 növü var. Sizin situasiyaya uyğun, hansı uyğundursa biz onu məsləhət görürük və həmin problemə uyğun o kalsiumu istifadə edirsiniz. Həmin kalsium apteklərdə yoxdur, yalnız bizim mərkəzi depomuza yaxınlaşaraq əldə edə bilərsiniz. Qeyd edeyim ki, bir paket iyonlaşmış kalsiumun içərisində 300-400 mg təbii, təmiz, iyonlaşmış, fermentasiya olunmuş kalsium var. Gündəlik 1 yaxud 2 paket içərək siz günlük dozanızı tamamlaya bilərsiniz.